Məsruq deyir ki, mən bir gün idi gəldim Həzrəti İmam Hüseyn ağanın evi. Deyir gəldim evə ki, İmam Hüseyn əleyhissalamdan istəyirdim sual soruşam, bir neçə məsələ soruşam. Gəldim İmam Hüseyn ağanı gördüm ki, İftar vaxtına da biraz qala, hələ bir xeyli var. Gördüm İmam Hüseyn əleyhissalam iftar oruçdur, ətrafında oturanlar da oruçdular. Quran tilavət edirlər İmam Hüseyn ağanın evində əyləşən müsəlmanlar. Allahın kitabını oxuyurlar. Mən də əyləşdim, gözlədim. İmam Quranın oxudu, həm də iftarı gözləyirlər. İmama bir neçə sual verdim, məsələmi öyrəndim. Gəldim, növbəti dəfə İmam Həsən ağanın ki, gəldim evdə gördüm. Gördüm yenə həmçinin imam da bu cür. Deyir İmam Həsən ağa məni gördü, dedi ki, Məsruq elə bir halım biraz dəyişib. Deyir artıq göz yaşlarıma hakim ola bilmirdim. Dedi niyə ağlayırsan Məsruq? Dedim ki, ağa İmam Hüseyni də gəldim bu günlərdə iftarı oruç halında gördüm. Səni də gördüm, İmam Hüseyni də gördüm. Qur'anla məşğuldur, Allahın kitabını oxuyur sizdə. Məsruq deyir ki, dedim ağa, birdən sizin birinizi digərinizə müxalif halda görərdim. Onun qorxusu canımdaydı. Deyir İmam Həsən ağa məni mübarək sinəsinə sıxdı. Dedi ki, Məsruq, sən bilmirsən, Allah bizi eyni həqiqətdən xəlq eləyib. Biz eyni ağacın kökündən xəlq olmuşuq və bizim varlığımızın həqiqəti eynidir.